Pirqulu stansiyasından 15 km şimalda Şamaxı rayonunda zəlzələ baş verib. Doğru xəbər Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın gücü 3,1, dərinliyi isə 3 km olub. Zəlzələ demək olar ki, hiss olunmayıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Dünyasını dəyişən ali təhsil müəssisəsinin 2-ci kurs tələbəsi Fərid Şirinovdur. Onun uzun sürən xəstəlikdən sonra öldüyü bildirilir. Allah rəhmət eləsin. Xaçmaz rayonunun Nabran qəsəbəsi yaxınlığında dənizdə batan 17 yaşlı qızın meyidi tapılıb. İyulun 21-i saat 19 radələrində Seyidli kəndin ərazisində dənizdə boğulmuş Arzu Xalidovanın meyidi iyulun 22-si sudan çıxarılıb. Ölüm faktı ilə bağlı araşdırma aparılır.